Salam, hər vaxtınız xeyir. Baxırıq, Maşın Tədris Mərkəzinin MİQ üzrə keçirdiyi ümumi sınaq imtahanı 4-ün fizika suallarının izahı. Başlayalım birinci sualımızdan. Birinci sualda deyir ki, eyni müstəvi səddəki K, L, M vektorları şəkildəki kimidir. K 9 Newton olduğuna görə K, M vektorlarının əvəzləyicisini tap. Deməli, əvəzləyicisini tap demək, yəni vektorların cəmini tapmaq deməkdir. Bizə bunu istəyir. K vektoru üzərinə gəlinsin, L vektoru üzərinə gəlinsin, M vektoru. Bizdən bu cəmi tapmağımız istənilir. Burada indi şəkilə baxdığımız zaman görürük ki, K vektoru ilə L vektorunun cəmini taparıq. Belə ki, vektorların toplanma qaydasından biri onların ucuca yığılmasına əsasendir. Burada görürük ki, K'nın sonu L'in başlanğıcı ilə üst-üstə düşüb. O zaman K ilə L'in cəmi birinci vektorun başlanğıcından sonuncunun sonuna çəkilən vektor. Deməli, burada K, L cəmi bizə elə M vektorunu vermiş olur. O zaman bu vektorların əvəzləyicisi, yəni cəmi M'in 2 misli qədərdir deməli. Yaxşı, biz indi buradan M vektorunu necə taparıq? Baxın, bura 53 dərəcədirsə, bu bucaq o zaman 37 dərəcə olur. Burada bir 3, 4, 5 üçbucağı çıxır. 3, 4, 5 üçbucağında deyirik ki, əgər betonumuz 5K'dırsa, 37-nin qarşısı 3K, 53-ün qarşısı da 4K olur. Bizə K'nı 9 Newton olaraq verir. Yəni 3K bizə 9 Newtona bərabər verir. Deməli, 1K'ya düşən 3 tondur. O zaman biz burada M vektoruna baxsaq, M vektoru 5K olduğundan 5 üçün 15 Newton. M'in qiyməti 15 Newtona bərabər olduğundan, cəm də M'in 2 misli olduğu üçün bu 2 vurulsun 15-dən. Deməli, bu 3 vektorun cəmi 30 Newtonu vermiş olur. Cavablar A variantı. Baxırıq ikinci suala. Bir cins maqnit sahəsində yerləşdirilmiş metal reys üzərində naqil şəkildəki kimi hərəkət etdirilir. Buna əsasən, naqilə təsir edən amper qüvvəsinin istiqamətini tap. Deməli, buradakı naqil reys üzərində hərəkət etdirildiyi zaman bu naqilin üzərində bir induksiya cəryanı yaranacaq. Həmin induksiya cəryanının istiqamətini sağ əl qaydasına görə tapsaq, belə ki, sağ əl qaydasına əsasən maqnit induksiya xətləri ovucumuza daxil olmalıdır. Baş barmaq naqilin hərəkət istiqamətini, 4 barmaqda induksiya cəryanının istiqamətini göstərir. O zaman B'lər ovucumuza daxil olması üçün ovucumuzu tam bunun üzərinə qoyuruq. Burada o zaman baş barmağımız V'ni göstərəndə 4 barmaq baxın bu şəkildə yönəlmiş olur. Yəni burada induksiya cəryanı bu şəkildə yuxarıya doğru axır. İndi bu naqilə təsir edən amper qüvvəsini tapmalıyıq. Amper qüvvəsinin istiqaməti isə sol əl qaydasına əsasən təyin olunur. Sol əl qaydasına əsasən yenə maqnit induksiya xətləri ovucumuza daxil olmalı. Tam ovucumuzu B'lərin üzərinə qoyuruq. 4 barmağımız i'ni göstərir. 4 barmaq i'ni göstərəndə baş barmağımız amper qüvvəsinin istiqamətini göstərmiş olacaq. Deməli, doğru cavab olur A variantı. Baxırıq üçüncü suala. Düz xətli bərabər yavaşcan hərəkət edən cisim dayanana qədər sərf etdiyi zamanın ikinci yarısına getdiyi yol 40 metrdir. Buna əsasən cismin dayanana qədər getdiyi ümumi yolu tap. Deməli, bir yolumuz var. Burada bir cisimimiz var. Təbii bunun bir başlanğıc sürəti var. Deyir ki, dayanana qədər sərf etdiyi zamanın ikinci yarısına 40 metr yol gedir. Tutaq ki, bu cisim gəldi, burada dayandı. Zamanın birinci yarısında getdiyi yol bura olsun. Deməli, birinci yarısında getdiyi yol bura olsun, bura S1. Zamanın ikinci yarısında da getdiyi yol bu hissə olsun, S2. Bu cisim ümumi deyək ki, S qədər yol gedib və bu S yoluna T müddət sərf edib. Zamanın birinci yarısı o zaman olur T bölü 2. İkinci yarısı da olacaq o zaman T bölünsün 2. Deməli, bu cismin dayanana qədər getdiyi yol üçün biz belə bir düstur yaza bilərik. S bərabərdir AT kvadrat bölü 2.
Bu indi hardan gəlir? Çox zaman bu düstura deyirik ki, sükunət alınan hərəkətə başlayan cismin yol düsturudur. Amma indi bir şey var. Bu cismin dayanana qədər getdiyi yol V0 kvadrat bölü 2A. Dayanana qədər sərf etdiyi müddətdə, bu da tormuz müddəti idi. Bu da V0 bölünsün A-dır. O zaman biz burada ikinci tənlikdən V0 alsaq, bu AT olur. Gətirib birincidə yerinə qoysaq, olur o zaman A kvadratı T kvadrat bölü 2. Burada A'larla bunun biri gedir, qalır AT kvadrat bölünsün 2. Yəni bu düsturla da gördüyümüz kimi təyin eləyə bildik. İndi bunları buradan sildim. Deməli, indi biz burada birinci AT kvadrat bölü 2'ye əsasən bu cismin ümumi yolda getdiyi yol, ümumi sərf etdiyi zamandır. Burada, baxın, bu nöqtəyə gəldiyi zaman bu cismin burada bir V sürəti olur və son sürət burada 0. O zaman bunun ikinci yarısındaki hərəkəti üçün də biz eyni düsturu yaza bilərik. İkinci hərəkəti üçün yazacağımız düstur S2, həmin bu yolu getməsinə sərf etdiyi zaman T2. Bu o zaman olur A T2 kvadratı bölünsün 2. T2 də T bölü 2 olduğundan, yəni zamanın ikinci yarısı olduğundan bu olur A vurulsun T bölü 2'nin kvadratı T kvadratı bölü 4 bölü 2. Bu da o zaman eləyir 4'te 1 AT kvadratı bölünsün 2. AT kvadrat bölü 2 S olduğundan, yəni ümumi yol olduğundan deməli bu olur 4'te 1. Deməli bərabər yavaşan hərəkət edən cisim sərf olunan zamanın ikinci yarısına getdiyi yol bütün yolun 4'ten 1 olur. Tabii ikinci yarısı 4'te 1 olduğundan birinci yarısı da o zaman ümumi yolun 4'ten 3 olacaq. Bu yeyinləşəndə tərsineydi. Yeyinləşən hərəkət edəndə birinci yarısına getdiyi yol 4'te 1, ikinci yarısı 4'te 3 idi. İndi bizə deyir ki, sərf olunan zamanın ikinci yarısına getdiyi yol 40 metrdir. Yəni ümumi yolun 4'ten 1'i olan S2 bu 40 metre beraberdir. O zaman buradan ümumi yolumuz 160 metre vermiş olur. Doğru cevap olur E variantı. Baxırıq 4-cü suala. Maddi nöqtə 0,2 saniyə üstü mənfi bir tezlikli çevrə üzrə bərabər sürət hərəkət edir. Çevrənin radiusu 10 cm olduğuna görə maddi nöqtənin 2,5 saniye ərzindəki yer dəyişməsinə görə orta sürətini tapın. Deməli, yer dəyişməyə nəzərən orta sürət cismin etdiyi yer dəyişmə bölünsün zamandır. Deməli, indi biz yer dəyişmənin nə olduğunu bilməliyik. Bunun üçün də sərf olunan zamanın periyodun hansı hissəsi olduğunu tapmalıyıq. Bizə verilib ki, tezlik 0,2 saniye üstü mənfi 1'dir. Periyodla tezlik tərs mütənasibəsidir. Yəni periyod 1 bölünür. Bu o zaman 1 bölünsün 0,2'den. Deməli periyod olur 5 saniye. Burada sərf olunan zaman 2,5 saniyedir. Deməli sərf olunan zaman periyodun yarısı oldu. Yəni 2,5 5'in yarısıdır. Sərf olunan zaman periyodun yarısıdırsa, yəni yarım periyod ərzində cismin etdiyi yer dəyişmə radiusun 2 misli olur. 2 olur. Bunu o zaman aparıb orta sürət düsturunda yerinə qoysaq, deməli yer dəyişmə 2'dir. Zamanı da bizə elə T olaraq veriblər. Yerinə qoysam bu olur 2 vur 10 cm bölünsün 2,5 saniye. Yəni bunu da 2'də 5 yazır. Bu ne olur o zaman? 40 bölünsün 5. Buradan da alırıq ki orta sürət 8 cm bölünsün saniyedir. Doğru cevap olar E variantı. Baxırıq 5-ci sual. Ağırlıq qüvvəsinin təsiri nəticəsində dayaq tərəfindən cismə təsir edən qüvvə. Deməli, baxın, bir dənə burada səthimiz, dayağımız olsun. Burada bir dənə cisimimiz var, M kütləli bir cisim. Bu cisimə təsir edən, yer tərəfindən təsir edən qüvvə ağırlıq qüvvəsi. Deməli, cisim səthə mg ilə təsir edir. Səthin, yəni dayağın cismə təsiri adlanır reaksiya qüvvəsi və burada başqa bir qüvvə olmadığından elə mg-yə bərabər olur. Yəni, burada istənilən dayaq tərəfindən cismə təsir edən qüvvə dayağın reaksiya qüvvəsi adlanır. Baxırıq 6 nömrəli suala.
Düz xətlə hərəkət edən 5 kiloqram kütləli cisim daxili partlama nəticəsində 2 qəlpəyə ayrılır. Qəlpələrin şəkildə verilən sürətlərinə əsasən partlamamışdan öncə cismin sürəti neçə metr bölü saniyə. Deməli, bu məsələ impulsun saxlanma qanununa aiddir. Deməli, impulsun saxlanma qanununa əsasən partlamadan öncəki ilk impuls partlamadan sonraki son impulsa bərabər olmalıdır. İndi biz məsələnin verilən şərtinə əsasən son impulsu taparıq. Belə ki, son impulsu üçün bir diaqram çəksək, birincinin impulsu yönəlib sola doğru, impuls dediyimizdə MV'dir, 2,8'in 16. İkincinin impulsu yönəlib sağa doğru, 3,7'in 21. Deməli, buradan alırıq ki, son impuls yönəlib sağa doğru və 21'dən 16'ın çıxırıq 5. Deməli, son impuls sağa doğru 5'dir. O zaman ilk impuls da sağa doğru 5 olmalı. Çünki impulsun saxlanma qanununa əsasən ilk impulsun qiymət və istiqaməti ilə son impulsun qiymət və istiqaməti eyni olmalıdır. Deməli, aldıq ki, o zaman ilk impulsumuz da 5'ə bərabərdir. İndi bunda bu partlamadan öncə bu cismin kütləsi 5 kiloqram idi. Çünki partlayışdan sonra 2-3'ə bölünsə 5 kiloqramdır. Və bunun burada bir V sürəti vardı. İndi onu axtarırıq. İndi bunu yerinə yazsaq, deməli, ilk impuls bərabər olmalıdır MV-yə. İlk impuls 5 bərabərdir. Kütlə 5 kiloqram, sürəti bilmirik. V buradan onda 1 metr bölünsün saniyəni vermiş olur. Cavab olur A variantı. Növbəti sualımız. Modulda Q1 bərabər modulda Q2'dir və R1 bərabər R2 olduqda O nöqtəsində yüklərin yaratdığı yekun sahənin intensivliyi vektoru hansı istiqamətdədir? Deməli, yükün özündən müəyyən qədər məsafədə yaratdığı sahənin intensivliyi KQ bölünsün R kvadrat düsturu ilə təyin olunur. İndi burada deməli bizə verib ki, bunların yükləri bərabərdir və məsafəni də eyni verib. O zaman hər bir yükün də O nöqtəsində yaratdığı intensivliyi modulu bir-birinə bərabərdir. İstiqamətə gəldikdə isə, deməli, müsbət yüklər özündən müəyyən qədər məsafədə yaratdığı sahənin intensivliyi kənara doğruydu. Mənfi yüklərin isə özündən müəyyən qədər məsafədə yaratdığı sahənin intensivliyi özünə doğru yönəlirdi. Bu müsbət olduğundan, deməli, hər ikisi müsbətdir. O zaman bu müsbət Q1'in O'da yaratdığı intensivliyi kənara doğru, buna bir Y deyək. Digər müsbətin də O'da yaratdığı intensivlik kənara doğru, buna da bir Y deyək. Baxın, burada hər ikisi bir-birinə bərabərdir və burada perpendikular olurlar. O zaman bu ikisinin əvəzləyicini parallelogram qaydasına əsasən alsaq, 3 vektoru istiqamətində yönəlmiş olur. Doğru cavab olar C variantı. Sonra baxırıq 8 nömrəli suala. Deyir ki, qabda 40 dərəcə Celsius temperaturda 60 qram su var. Bu qaba 80 dərəcə Celsius temperaturlu sudan neçə qram əlavə etmək lazımdır ki, qərarlaşmış temperatur 50 dərəcə Celsius olsun. Deməli, birinci halda deyir ki, qabda 40 dərəcə Celsius temperaturlu 60 qram su var. Deməli, bu T1 olsun, bu M1 olsun. Bu qaba 80 dərəcə Celsius temperaturlu sudan, yəni T2'ni verib, həmin bu sudan neçə qram əlavə etmək lazımdır ki, deyir, qərarlaşmış 50 dərəcə Celsius olsun. Deməli, qərarlaşmış temperaturun düsturu burada kütlə və temperatura görə belə yazarıq o zaman. M1 T1 plus M2 T2 bölünsün M1 plus M2'ye. Buradan deməli, verilənləri yerinə qoysaq, qərarlaşmış 50 bərabərdir. M1'imiz 60, vurulsun T1'imiz 40, üzərinə gəl, M2 vurulsun T2 80. Bölünsün 60 üzərinə gəlinsin M1. İndi bunu hesabladığımız zaman, deməli, bu bir sıfırı ataq hər iki tərəfdən. Deməli, olur 300, üzərinə gəlinsin 5M1,
bərabərdir 240 üzərinə gəl 8 M2. Deməli buradan alırıq ki, bu 5 M2 da, ikisi də M2'dir bunların. Burada səhv gedir. Deməli 3 M2 bərabərdir 60 olur. M2 buradan o zaman 60 bölü 3'dən 20 qramı vermiş olur. Doğru cavab olar C variantı. Deməli. Baxırıq 9 nömrəli suala. 9'da deyir ki, kütləsi M, kinetik enerjisi 4Y olan cismin impulsusunun modulu P'dir. Buna əsasən kütləsi 2M, kinetik enerjisi 8Y olan cismin impulsusunun modulunu təyin edin. Deməli, deyir kütləsi M, kinetik enerjisi 4Y olan cismin impulsusunun modulu P'dir. İndi impuls və kütlə ilə kinetik enerjinin düsturu Y kinetik bərabərdir. P kvadrat bölünsün 2M idi. Burada deməli birinci halda deyir kinetik enerji 4Y'dir. Impuls P'dir. Olur P kvadrat bölünsün 2M. Deməli buradan onda alırıq ki, məsələn 1Y'yə düşər P kvadrat bölünsün 8M. 1Y'yə düşən bu qədər olur. İndi məsələn davamında deyir ki, kütləsi 2M, kinetik enerjisi 8Y olar. Deməli ikinci halda kinetik enerji 8Y bərabərdir. Impulsunu bilmirik. Buna Px kvadrat bölünsün 2 vurulsun 2M. Buradan o zaman alırıq ki, Px kvadratımız bərabər olacaq. 4 bu da 8, 32, Y vurulsun M. Burada biz Y'ni P kvadrat bölü 8M yazmışıq. Yerinə qoysaq 32 vurulsun. Y'ni yerinə yazıram P kvadrat bölü 8M vurulsun M. Buradan M'lər gedərsə bu olur 4P kvadrat. Deməli aldıq ki, ikinci haldakı impulsun kvadratı 4P kvadratdır birinciyə nəzərən. Deməli onda ikinci haldakı impuls birinci haldakının 2 misli olur. Yəni 2P'ni vermiş olacaq. Sonra baxırıq 10 nömrəli suala. Uyğunluğu müəyyən edin. OX oxu boyunca hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Buna əsasən deməli cismin necə hərəkət etdiyini falan tapmalıyıq. Bunun üçün belə edək. Bu verilən təcil zaman qrafikindən keçirik cisim üçün sürət zaman qrafiki, VT qrafiki. İndi deməli VT qrafikindən keçdiyimiz zaman təcil zaman qrafikində bilirik ki, grafikin altında qalan fiqurun sahəsi sürətin dəyişməsini verir. Baxın, burada bir dəyişməmiz var. Burada bir dəyişmə var. Burada ikinci bir dəyişməmiz var. Deməli, buradakı sahələrə baxsaq, buranın sahəsi mənfi AT-dir. Buranın sahəsi AT-dir. Gəlin belə deyək, AT hasilinə bir V deyək, daha sadə olsun deyə. Buranın sahəsi mənfi V-dir, buranın sahəsi müsbət V-dir. Məsələdə deyirdi ki, OX oxu boyunca hərəkət. Yəni, hərəkət ilk öncə X oxu boyunca başlayır. X oxu boyunca başlayırsa, deyək ki, bu cismin başlanğıc sürətində 0 götürək. Deməli, birinci halda görürük ki, bu cismin deyək ki, başlanğıc sürəti 0 idi. 0T aralığında sürəti mənfi V qədər artır. Mənfi V qədər artırsa, deməli, daha doğrusu OX oxu boyunca deyirdi, başlanğıc sürətinə bir V qiymətdir. Başlanğıc sürət deyək ki, bir V olsun. 0T aralığında sürəti mənfi V qədər artdı. Deməli, onda 0T aralığında bu cismin sürəti mənfi V qədər artacağından T anında bu cismin sürəti olacaq 0. T anında gəldik, bu cismin sürəti oldu 0 qiyməti. Daha sonra T2T aralığında bu cismin belə deyək də T2T aralığında sürəti təcili 0'dır. Yəni sürəti dəyişmir. O zaman burada da sürəti dəyişmir. Baxın, bura T'dir,
Bura 2T aralığıdır. Sürəti değişmir. 2T anında da yine 0'dır. 2T, 3T aralığında sürəti V qədər artır. Sürəti V qədər artırsa, indi 0 idi, V qədər artsa, deməli bu cismin sürəti 3T anında tekrar V qiymətinə keçmiş olur. İndi bu qrafikə əsasən biz bu cismin necə hərəkət etdiyini, təsir edən qüvvənin nə olduğunu taparıq. Deməli deyir ki, cisim bərabər yerləşən hərəkət edir. Bu 2T, 3T aralığında idi, sürət artırdı. Deməli A bura gedir. Bərabər yavaşdan hərəkət edirdi, birinci 0T aralığında. Əvəzləyici qüvvə 0, təcil 0 olanda, yəni T2T aralığında. Orada cismin, belə deyək, burada indi mənim yazdığımda dayanmış halı da oldu. Amma məsələn başlanğıc sürətə 3V filan desəydik, bərabər sürətlə hərəkət edən hissəsi olacaqdı. Amma yenə də üzərindəki əvəzləyici qüvvə 0 olacaqdı. Əvəzləyici qüvvə x ox istiqamətində yönəlib. Bu x ox istiqamətində bərabər yerləşən hərəkət etdiyi hissədədir. Yəni sürət və təcil vektoru eyni istiqamətdə olur. Qrafikdən də görürük, təcil müsbətdir. Qüvvə də o zaman x ox istiqamətində olacaq. D bura gedir. Əvəzləyici qüvvə x oxun əksidir. Bu da 0T aralığındadır. Təcil də görürük ki, orada mənfidir. Deməli qüvvə də x oxun əksində olacaq. Doğru cavab B, Y, C, A, D'dir. Yəni B variantı doğru cavab olur. 11'də deyir ki, sürəti 4,5 km/saniyə olan L tip seismik dalğa 15 saniyədə epicentrdən nə qədər məsafədə yayılar? Dalğa sabit sürətlə yayılır. Dalğanın müəyyən bir zamanda getdiyi yol o zaman VT olur. Bu dalğanın sürəti 4,5 km/saniyədir. Yəni 4500 metr/saniyədir. Bunun 15 saniyə ərzində getdiyi yolu tapmalıyıq. Bunu hesabladığımız zaman 67.500 metri vermiş olur. Doğru cevap olar C variantı. 12 nömrəli sual. İdeal qaz üzərində həcmi sabit saxlayaraq 1, 2, 3 prosesləri aparılmışdır. Prosesin sonunda qazın kütləsi necə dəyişmişdir? Bunu ideal qazın hal fərqinə əsasən PV bərabərdir. M bölünsün M, RT düsturuna əsasən kütləni alsaq olur PVM bölünsün RT-yə. Deməli, bizə məsələnin şərtində deyir ki, həcmi sabit saxlayaraq. Yəni, izoxorda həcmi sabit. M sabit, R sabit. Deməli, kütlə təzyiqlə düz mütənasib asılıdır. Temperaturla isə tərs mütənasib asılıdır. İndi qrafikin birinci hissəsinə baxanda 1-2 hissəsinə görürük, temperatur sabit, təzyiq P0-dan 2P0-ə gəlir. Yəni, təzyiq 2 dəfə artıb. Təzyiq 2 dəfə artıbsa, o zaman kütlə də 2 dəfə artacaq. Yəni, birinci aralıq bu hissədə kütlə 2 dəfə artıb. 2-3 prosesinə baxdığımız zaman isə burada görürük ki, temperatur da 1,5 dəfə artır. Təzyiq də 1,5 dəfə artır. Yəni, bu proses onsuz izoxorun elə özüdür. İndi, deməli, təzyiq də 1,5 dəfə artır, temperatur da 1,5 dəfə artır. O zaman bu nisbət, P/T nisbəti sabit qalacağından ikinci hissədə kütlə dəyişməz, sabit qalır. O zaman prosesin tamamında kütlə 2 dəfə artmış olur sadəcə. Cavab olur A variantı. 13. Euler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Düz naqillərdə axan cəryan şiddəti artırıldıqda. Deməli, birinci halda burada düz naqillərin yaratdığı maqnit sahəsini tapsaq, sağ əl qaydasına asılan. Deməli, buradakı cəryan sola doğru yönəlibsə, sağ əlimizin baş barmağı cəryan istiqamətdə olsa, 4 barmağımız yuxarıdan sahəyə, yəni müstəviyə doğru olur. Aşağıda isə şəkil müstəvisindən bizə doğru. Deməli, yuxarıda sahə bizdən şəkilə doğrudur, aşağıda şəkildən bizə doğru. İkinci üçün baxanda isə sağ əlimizin baş barmağı cəryanın istiqamətində yuxarı olanda, bunun sol tərəfi bizdən şəkilə doğru, sağ tərəfi isə, daha sağ tərəf bizdən şəkilə, sol tərəfi isə şəkildən bizə doğru yönəlir. İndi, məsələdə deyir ki, cəryan şiddətini artırdıq. Deməli, cəryan şiddəti artırsa, Lenz qaydasına əsasən, o cəryanı azaltmağa çalışan sahə yaranmalı, yəni olan sahənin əksi istiqamətində sahə olmalı. Burada deməli, halqanın olduğu yerdə sahə bizdən şəkilə doğrudur. Burada o zaman şəkildən bizə doğru, yəni əksinə bir sahə yaranır. Sahə şəkildən bizə doğrudursa, halqada
saat əqrəbinin əksi istiqamətində induksiya cəryanı axmış olacaq. İkincidə də yenə artırdı. O zaman Lenz qaydasına əsasən həmin cəryanı azaltmağa çalışan sahə yaranmalı. Yəni olan sahənin əksinə bir sahə yaranmalı. Burada sahə şəkildən bizə doğruydu. Deməli, bizdən şəkilə doğru sahə yaranır. Sahə bizdən şəkilə doğrudursa, halqada o zaman saat əqrəbi istiqamətində induksiya cəryanı axmış olacaq. İndi uyğunlaşdıraq. Halqada saat əqrəbi istiqamətində induksiya cəryanı axır. Bu ikinciyə aiddir. Halqada saat əqrəbinin əksinə induksiya cəryanı axır. Birinciyə aiddir. Halqadan keçən maqnit seli artır. Burada cəryan artdığı üçün halqadan keçən maqnit seli də artacaq. Yəni hər ikisində də artır bu. Maqnit seli azalır, dəyişməz. Bu heç birinə aid deyil. Doğru cavab 2, 1, 3'dür. Yəni A variantı doğru cavabdır. Baxırıq 14 nömrəli suala. Sürtünmə qüvvəsinə aid verilən ifadələrdən hansıları doğrudur? Konservativ qüvvədir. Xeyr, sürtünmə qüvvəsi konservativ qüvvə deyil. Qeyri-konservativ bir qüvvə adlanır bu. Cismin deformasiyası zamanı yaranır. Xeyr, o elastiklik qüvvəsi idi. Elektromaqnit təbiətli qüvvədir. Doğrudur. Hər zaman cismin hərəkətinin əksinə yönəlir. Xeyr, həmişə cismin hərəkətinin əksinə deyil. Yəni cismin hərəkət istiqamətində də olar. Məsələn, bir təkərin dönməsi zamanı təkərlə yer səthi arasındakı sürtünmə qüvvəsi hərəkət istiqamətində ola bilər. Yəni bu 5 doğru deyil. Hətta insanın yeriməsi zamanı da sürtünmə qüvvəsi onun hərəkət istiqamətindədir. Hərəkətinin əksinə deyil. Doğru cavab 2, 4'dür burada. Yəni B. 15. 15'te deyilir ki, doğru ifadələri müəyyən edin. Havanın müqavimət qüvvəsinin nəzərə alındığı mühitdə yer səthindən V1 sürəti ilə şaquli yuxarıya doğru atılan cisim maksimal hündürlüyə çatıb aşağıya doğru gəldikdə yer səthinə V2 sürəti ilə çatır. Deməli, bura yer səthi olsun. Bir cisim yer səthindən V1 sürəti ilə şaquli yuxarıya doğru atıldı. Bu cisim gedib maksimalına çatır, aşağı gəlir və deyir ki, yerə dəyən anda sürəti olub V2. İndi burada havanın müqavimət qüvvəsinin nəzərə alındığıydı. V1 sürətinin modulu V2 sürətinin moduluna bərabərdir. Deməli, baxın, maksimal hündürlükdə sürət 0. Bu cisim yuxarı qalxdığı zaman, deməli, üzərindəki ağırlıq qüvvəsi aşağıya doğru. Bu cisim yuxarı qalxdığından havanın müqavimət qüvvəsi də aşağıya doğru. Deməli, onda bu cisim yuxarı qalxanda təcil vektoru aşağıya doğru yönəlib və həmin təcili tapsaq Newton ikinci qanununa əsasən yazırıq ki, mg plus F müqavimət, çünki hər iki qüvvə də eyni istiqamətdədir, bərabər ma1-ə. Bu cisim indi maksimala çatıb aşağıya doğru gəldikdə isə, deməli, ağırlıq qüvvəsi yenə aşağıya doğrudur. Amma havanın müqavimət qüvvəsi hərəkətinin əksinə yuxarı olacaq və ağırlıq qüvvəsi böyük olduğundan təcil vektoru yenə aşağıya doğru yönəlib. İndi ikinci halda təcili alsaq, bu olur onda mg minus F müqavimət bərabərdir ma2-yə. Deməli, buradan görürük ki, bu cismin yuxarı qalxandakı təcili aşağı düşdüyü andakı təcilindən daha böyükdür. Yəni A1 A2-dən böyükdür. Deməli, bu cisim yuxarı qalxdığı zaman daha böyük təcillə yavaşlayır. Aşağı düşdükdə isə daha kiçik təcillə yeyinləşmiş olur. Eyni yolu gedəcəyindən, yəni eyni hündürlüyə qalxıb düşür. O zaman eyni hündürlük üçün biz H-ı bu düsturla yazsaq, V kvadrat bölü 2A ilə. Buradan sürət alsaq, bu kök altında 2AH-dır. Baxın, yol eynidir, sürət təcillə düz mütənasibası olduğundan. Deməli, yuxarı qalxandakı təcili daha böyük olduğu üçün aşağı düşdüyü andakı təcildən, o zaman V1 sürəti də V2 sürətindən böyük olacaq. Çünki yuxarı qalxanda daha böyük təcillə qalxdığı üçün başlanğıc sürəti böyük. V1 sürətinin modulu V2 sürətinin moduluna bərabərdir yazıb, bu yanlışdır. V1 sürətinin modulu V2-dən böyükdür. Maksimal hündürlüyə qalxma müddəti düşmə müddətindən kiçikdir. Bunu da yenə maksimal hündürlüyə qalxma müddəti T bərabər 2H böl
A ilə baxsaq, indi burada J deyil də, havanın müqavimət qüvvəsi olduğu üçün A-dır. Hündürlük eynidir. Deməli, müddət təcillə tərs asılı çıxır. Burada A1 A2-dən böyük olduğundan T1 T2-dən kiçik olacaq. Yəni, aşağı düşdükdəki düşmə müddəti qalxma müddətindən daha böyükdür. Maksimal hündürlüyə qalxma müddəti düşmə müddətindən kiçikdir. Bax, bu doğru olur. Maksimal hündürlükdəki təpə nöqtəsində cismin təcili sıfırdır. Xeyr, burada təcil sıfır olmur. Bu cismi həmişə bir ağırlıq qüvvəsi təsir etdiyi üçün onun da həmin nöqtədə də bir ağırlıq qüvvəsinin verdiyi bir təcili var. Yəni 3 yanlışdır. Doğru cavab yalnız 2 A variantı. Baxırıq 16 nömrəli suala. Bərk cisim şəkil 1-dəki vəziyyətdən şəkil 2-dəki vəziyyətə gətirilərsə, səthə göstərdiyi təzyiq qüvvəsi necə dəyişər? Deməli, bizdən təzyiq qüvvəsini soruşur. Bərk cismin təzyiq qüvvəsi onun ağırlığı idi. Yəni, burada eyni cisimdir, eyni cisim tərsinə çevrilib. Bunun ağırlığı dəyişməyib. O zaman təzyiq qüvvəsi də burada dəyişməz. Cavab olar B variantı. Baxırıq növbəti suala. Otaqdakı quru termometrin göstərişi 16 dərəcə Selsi, nisbi rütubəti isə 71%-dir. Verilən psixometrik cədvələ əsasən psixometrin nəm termometrinin göstərişini təyin edir. Deməli, deyir ki, otaqdakı quru termometrin göstərişi 16. Baxın, bura qurudur, qurunun göstərişi 16. Nisbi rütubət də 71%-dir. Nisbi rütubət də baxın, buradır. Nisbi rütubət 71% olanda quru ilə yaş arasındakı fərq 3-dür. Deməli, qurunun göstərişi ilə yaşın göstərişi arasındakı fərq həmin anda 3 dərəcə Selsidir. Qurunun göstərişi 16 olduğundan, deməli, buradan yaş termometrin göstərişi 16 çıxı 3-dən 13 dərəcə Selsini vermiş olur. Cavab olar C variantı. Baxırıq 18. Harmonik rəqs edən cismin sürətinin proyeksiyası Vx bərabər 3 sinus 2 pt qanunu dəyişir. Müşahidəyə başlayandan t bərabər 1/12 saniyə zaman anında cismin sürətinin ani qiymətini hesablayın. Ani qiymət dediyi bu V-ni tapmalıyıq. Aparıb zamanı yerinə qoyuram. Deməli, Vx bərabərdir 3 sinus 2 pi vurulsun. Zamanı yerinə yazıram 1/12. Deməli, bu eləyəcək 3 sinus pi bölünsün 6. Sinus pi bölü 6, yəni 30 dərəcə. 30 dərəcə 2-də 1-dir. Bu olur 3 vurulsun 2-də 1. Deməli, sürətin həmin andakı ani qiyməti 1/5 metr bölünsün saniyədir. 19. Kaplyar borunun radiusunu 2 dəfə artırdıqda boruda qalxan mayenin kütləsi necə dəyişər? Deməli, boruda qalxan mayenin kütləsini belə yazarıq. mg bərabərdir sigma L idi. Bu da mg bərabərdir sigma vurulsun 2 pi R. Deməli, kütlə radiusla düz mütənasib asılıdır. O zaman borunun radiusunu 2 dəfə artırırıqsa, deməli, orada qalxan kütlə də elə 2 dəfə artmış olur. Cavab var A variantı. Bunu təbii bu düsturla da gedə bilərsiniz. Yəni, mg deyil, cismin kütləsi deyilmi? Cismin kütləsi dediyimiz rho V'dir. Burada da kaplyar boru bir silindir formasında olacaq. Silindir formasında olduğu üçün buradakı həcm en kəsik sayısı 40 hündürlüktür. Bu da olur o zaman rho vurulsun SH. Buradan m bərabər rho vurulsun. Sahə pi r kvadratdır. Hündürlük də 2 sigma bölünsün rho j r'dir. Buradan o zaman bu r'lər gedərsə, deməli kütlə üçün belə bir düstur çıxır. Hətta rho'lar da gedir. Yuxarıda olur 2 pi r sigma bölünsün j'yə. Baxın, eyni bu ifadə gəlmiş olur. Yəni, buradan da kütlə radiusuna düz mütənasib asılı olacaq.
nömrəli sualım. Fokus nöqtəsi F olan toplayıcı linzanın baş optik oxu üzərindəki cismin xəyalı necə olar? Deməli, burada bu cismin xəyalını almaq üçün iki tərəfinin xəyalını almalıyıq. Baxın, bu hissə ilə bu hissənin xəyalını alsaq, biz bu cismin özünün xəyalını da yarada bilirik. İndi, baxın, bura F-dir, bura 1/5 F olsun, burada 2 F. Deməli, bu cismin birinci hissəsi 1/5 F-dədir. Yəni, cisim məsafəsi 1/5 F-dir. Nazik linza düsturundansa cisim 1/5 F-dədirsə, xəyal o zaman 3 F-də olur. İkinci hissəsi 2 F-dədir. 2 F-də olanın xəyalı yenə də 2 F-də alınmış olur. Deməli, 1/5 F-də olan xəyal 3 F-də. 1/5 F-də olan cisim 3 F-də alınır və gördüyümüz kimi böyüdülmüş xəyal verir. Deməli, bu 1/5 F-in xəyalı 3 F-də olacaq və böyüdülmüş olur. Məsələn, 2 dəfə böyüdülmüş bir xəyalı verəcək. Yəni, bu cismin özüdür. Deyək ki, baxın, bura belə getsin də, bura 2 F olsun, bura o zaman 3 F kimi gedək. Deməli, 3 F-də olanın xəyalı 2 dəfə böyüdülmüş, cismin özündən 2 dəfə böyüdülmüş olur, tərsinə alınır, özündən 2 dəfə böyük, tərsinə. 2 F-də olanın xəyalı 2 F-də alınır və özü boyda olur. Bax, 2 F-də olan xəyalı 2 F-də özü boyda. Bunları birləşdiririk. Baxın, bu şəkildə bizə cismin xəyalını vermiş olurlar. Yəni, E variantındakı xəyal alınacaq. 21 nömrəli sual. Rəqs konturunda sərbəst rəqslərin periodunu 3 dəfə artırmaq üçün kondensatorun tutumunu necə dəyişmək lazımdır? Sərbəst rəqslərin period düsturu 2pi kök altında LC-dir. Yəni, period tutumla kök altı düz mütənasibasıdır. Deyir ki, periodu 3 dəfə artırmaq. Bunu 3 dəfə artırmaq üçün deməli tutumu 9 dəfə artırmalıyıq ki, period onun kökü qədər arta bilsin. 9 dəfə artırmaq lazımdır. 22 nömrəli sual. Uran 92-235 nüvəsi 1 neutron udaraq 2 qəlpəyə bölünür və bu zaman 3 neutron sərbəst buraxılır. Qəlpələrdən biri sezium 55-143 olarsa, digər qəlpənin kütlə ədədini tapın. Deməli, bu reaksiyanı yazsaq, uran 92-235 1 neutronu udur. Üzərinə gəlirik neutron 0. Bu zaman, deməli, 2 qəlpə yaranır. Bunlardan biri sezium 55-143'dür. Digərini isə bilmirik. XZ adı və plus bir də 3 dənə də sərbəst neutron yaranır. Bizə deyir kütlə ədədini tap. O zaman kütlə ədədi ilə getməyimiz kifayət edir. Deməli, kütlə ədədini əsasən sol tərəfdə 235 plus 1 var. Sağ tərəfdə 143 var. A var. Və neutron, təbii 3 sərbəst neutrondan 3 birin 3 var. Buradan onda A-nı alsaq, 236 çıxılsın 146'dır. Bu 90'ı vermiş olur. Doğru cavab olar. D. 23 nömrəli sual. Kütləsi 2M, həcmi V, sıxlığı R olan taxta parçası içərisində oyuq açılır. Və açılan oyuq sıxlığı R bölü 2 olan maye ilə doldurulur. Ümumi kütlə 3M bölü 2 olduğuna görə açılan oyuğun həcmini tap. Deməli, belə deyək. Burada bir taxta parçamız olsun. Bir taxta parçamız var. Bu taxta parçasının içərisində bir dənə oyuq açılır. Burada bir oyuq açıldı. Və deyir ki, bu açılan oyuq sıxlığı R bölü 2 olan maye ilə doldurulur. İndi, deməli, burada bu oyuq açıldığı zaman bu oyuğun içərisindən bir V həcmində taxta parçası çıxarılır. Düzdürmü? Və həmin çıxarılan taxta parçası yerinə burada V həcmdə bir maye daxil olur. Burada oyuğun həcmi nə qədərdirsə, bura daxil edilən mayenin həcmi də o qədər olur. Yəni, mayelər verilən həcmidir. Yəni, burada açılan oyuğun həcmi elə buradan çıxan taxtanın həcmi qədərdir. Ora tökülən mayenin həcmi də o qədər olur. Yəni, buradan bunu yaza bilirik.
taxtanın həcmi, yəni oyuğun həcmi ilə mayenin həcminə bərabərdir. Yəni biz bura tökülən mayenin həcmini tapsaq elə oyuğun da həcmini tapmış olsun. Deməli burada kütləsi 2m idi, düzdür? Buranın kütləsi 2m idi. Buradan müəyyən qədər taxta çıxarılır və onun yerinə müəyyən qədər maye əlavə olunur və kütlə 2-də 3m olur. İndi gəlin bu ifadəni yazaq. Baxın, ümumi kütlə 2m idi. Bu 2m-dən buradan müəyyən qədər taxtanın kütləsi çıxarıldı, düzdürmü? Yəni oyuğun kütləsi deyək də, oyuğun kütləsi qədər bir kütlə çıxır. Yerinə müəyyən qədər maye əlavə olunur, düzdürmü? Oyuğun kütləsini çıxartdıq, üzərinə maye gəldik. Nə verir bizə? 3m bölünsün 2'ni vermiş olur. Yəni 1/5m'i verir. Buradan indi deməli 2m minus oyuğun kütləsi nədir? Taxtanın sıxlığı vurulsun oyuğun həcmi. Sıxlığı rho olan taxta vurulsun taxtanın həcmi. Bu həcmə də belə bu taxtanın həcmi qalsın. Plus mayenin kütləsinin yerinə də mayenin sıxlığı vurulsun mayenin həcmi. Bu bərabərdir 1/5m. Deməli buradan onda biz belə edə bilərik. Buradan bunu yazaq. Rho bölü 2 vurulsun və rho bölü 2 deyirəm daha doğrusu. Rho vurulsun v taxta çıxılsın rho bölü 2 vurulsun v maye bərabərdir 0/5m. Düzdürmü? Bu taxta ilə mayenin həcmi bir-birinə bərabərdir. Yəni onların hər ikisinə v deyə bilərəm. O zaman buradan bu ifadə gəlir ki, rho vurulsun v minus rho bölü 2 vurulsun v bərabərdir m bölünsün 2'ye. Buradan da alırıq ki, o zaman rho v bölünsün 2 bərabər m bölünsün 2. Deməli, rho vurulsun bu v taxta ilə mayenin çəkisidir. Bu hər ikisi bu taxta, bu da mayedir. Amma bunlar bir-birinə bərabərdir. Hər ikisinə taxta deyə bilər. Yəni bu rho vurulsun v taxta bölü 2'dir. Bərabər m bölü 2. 2'lər gedərsə rho vur v taxta bərabərdir m-i vermiş olur. İndi biz burada həcmi necə götürərik? Baxın, burada kütləsi 2m olan oyuğu idi. Yəni taxtaydı. Kütləsi 2m, onun sıxlığı rho idi, həcmi də v idi. Deməli buradan 1m-ə düşən o zaman rho v bölünsün 2 olur. Bax 1m-ə düşən rho v bölü 2. Bunu aparıb yerinə yazsam rho vurulsun v taxta bərabərdir. M-in yerinə yazıram rho v bölünsün 2. Buradan rholar gedərsə deməli taxtanın həcmi v bölünsün 2'ni vermiş olur. Cavab olur C variantı. Sonra 24. Dolablarındaki sargıların sayı verilen şekildeki transformatörün girişine 10 volt gerginlik verirlerse çıkıştan neçə volt gerginliği alınır? Transformatördə gərginliklə sarğı sayı bir-biriyle düz mütənasibətdir. Yəni U1'in U2'ye nisbəti elə N1'in N2'ye nisbəti kimi gedir. Deməli indi burada girişdə 10 volt gərginlik var. Buradakı sarğı sayı N'dən 3'ine gedib. Yəni sarğı sayı 3 dəfə artıb. Deməli gərginlik də 3 dəfə artacaq. 10 volt 3 dəfə artar, bura olar 30 volt. Bu hissələrdə potensiallar fərqi eyni olacağından buradakı gərginlik eyni olur. Yəni bura transformatör deyil. Bura 30'duza, burada 30 volt olur. İkinci transformatördə sarğı sayı 6'dan 12'ye gedib. Yəni sarğı sayı 2 dəfə artıb. O zaman gərginlik də 2 dəfə artacaq. Burada 60 volt olur. Yəni çıxışdan 60 volt gərginlik əldə olunacaq. Cavab olar D variantı. Baxırıq 25 nömrəli suala. 120 qram oksigen 8-18 izotopunda olan proton və neytronların sayını müəyyən edin. Deməli, burada bilir ki, maddənin 1 molunda olan molekulların sayı Avogadro qədəridir olur. Yəni 6 vur 10 üstü 23 qədər. Burada indi 120 qramın əvvəlcə neçə mol olduğunu tapaq. Molyar kütləni tapanda kütləni bölürük, yəni maddə miqdarını tapanda kütləni bölürük molyar kütləyə. Kütlə 120 qramdır, molyar kütlə də 18'dir.
Bunu elə beləsinə də saxlayaq. 120 böl 18 mol edir. İndi biz buradan tapaq ki, əgər 1 molda 6 vur 10 üstü 23 sayda molekul olursa, 120 bölünsün 18 molda nə qədər molekul olacaq? Buradan molekul sayını alsaq, bu 120 vurulsun 6 vur 10 üstü 23 bölünsün 18 olur. Burada 18'den 6 geçse 3, 120 de 3'e böləndə eləyir 40 vur 10 üstü 23. Yani bu da eləyir 4 vurulsun 10 üstü 24 sayda. İndi bizdən proton və neytron sayını istəyir. Deməli, proton sayını tapsaq, biz tapdıq ki, 1 molekulda olan bu qədərdir. Burada proton sayı 8'dir. O zaman bu olur 8 vur, 4 vurulsun 10 üstü 24. Deməli, proton sayı olur 32 vur, 10 üstü 24 sayda. Neytron sayına gələndə isə, neytron dedikdə, neytron nukleon sayı çıx proton sayı. Bu o zaman eləyir 18 çıx 8'den bu edir 10. Yani bir molekulda 10 neytron var. Bu 4 vur 10 üstü 24'tür. Deməli bu 10 zaman olacaq 10 vurulsun. 4 vurulsun 10 üstü 24. Bu da eləyir 40 vurulsun 10 üstü 24. Deməli proton sayı 32 vur 10 üstü 24. Neytron sayı 40 vur 10 üstü 24. Cavab olur A variantı. Növbəti suala baxırıq. Eyni bölməli kail çubuğu hər iki şəkildə də üfüqi vəziyyətdə tarazlıqdadır. Buna əsasən dayaqlarının reaksiya qüvvələrinin nisbətini tapın. Deməli, baxın, şəkil 1-də bu çubuq bu vəziyyətdə tarazlıqda qalır. Bu çubuq bircins çubuq deyil. Əgər bircins kimi düşünür, bunun ağırlıq mərkəzini tam ortasından çəksəz, bu çubuq bu vəziyyətdə tarazda qalmaz. Ağırlıq qüvvəsinin təsiri ilə sağ tərəf aşağıya doğru gələcək. Deməli, bu çubuğun ağırlıq mərkəzi tam ortada deyil. Bəs hardadır? Tam bu ipin asıldığı nöqtənin aşağısında olmalıdır ki, çubuq bu şəkildə tarazda qalsın. Ağırlıq mərkəzi tam bu nöqtədə ki, sağ tərəflə sol tərəfin kütlələri eynidir və çubuq tarazda qalıb. Ağırlıq mərkəzi düşür tam bura. İndi eyni ağırlıq mərkəzini şəkil 2-də göstərsəm, deməli K-dan bir dama, belə deyək də, sağ tərəfində olmalıdır. Yəni K-nın yaxınlığındadır. Bu çubuq bu şəkildə qoyulub indi. Bunun ağırlıq mərkəzi o zaman düşəcək bu şəkildə, bax bu hissəyə. Yəni ağırlığı buradadır. K-dan bir dama uzaqlıq, L-dən 3 dama uzaqlıq. K-dan bir dama, L-dən 3 dama uzaqlıqdadır ağırlıq mərkəzi. İndi ağırlıq mərkəzi tam buradadırsa, N1 və N2-nin reaksiya qüvvələrini tapmanızı istəyiriksə, tək-tək o qüvvələri tapa da bilərik. Bizdən nisbəti istədiyimiz üçün elə bu ağırlıq mərkəzinə nəzərə momentini də ala bilərik. Ağırlıq mərkəzinə nəzərə, yəni dayaq nöqtəni bura götürsək, N1'in qolu 2 damadır, N2'nin qolu isə 1 damadır. Deməli bu olur N1 vurulsun 2 bərabərdir N2 vurulsun 1'dir. O zaman buradan N1'in N2'yə nisbəti 1 böl 2'ni vermiş olar. Doğru cavab olar D variantı. Baxırıq növbəti suala. Sabit təzyiqdə verilmiş kütləli bir atomlu ideal qaza müəyyən qədər istilik miqdarı verdikdə onun daxili enerjisi 60 kilojol artır. Bu qaza sabit həcmdə eyni qədər istilik miqdarı verdikdə onun daxili enerjisi nə qədər artar? Deməli, birinci izobar prosesdir, sabit təzyiqdədir. Qaza müəyyən qədər istilik miqdarı verdikdə daxili enerjisi 60 kilojol artır. Yaxşı, burada indi nə qədər istilik miqdarı vermişik, onu tapmalıyıq. Belə ki, izobar prosesdə termodinamikanın birinci qanuna görə qazın daxili enerjisi qaza verilən istilik miqdarının 0,6-sı qədər artır. Buradan onda Q-nü alsaq, bu delta U bölünsün 0,6-dır. Bu da o zaman eləyir 60 bölünsün 0,6-dan. Deməli, bu qaza 100 kilojol istilik miqdarı verir. İndi deyir ki, sabit həcmdə qaza eyni qədər istilik miqdarı verdikdə, yəni 100 kilojol istilik miqdarı versək, daxili enerji necə artar? İzoxor prosesdə termodinamikanın birinci qanununa görə iş görülmürdü və qaza verilən istilik miqdarının tamamı onun daxili enerjisinə bərabər olur. Q-su 100 kilojol olduğundan, deməli izoxorda daxili enerjisi də 100 kilojol artmış olacaq. Cavab olar D variantı.
28 nömrəli sual. Üfüqi yolda hərəkət edən cisimlərin kinetik enerjilərinin məsafədən asılı qrafikləri verilmişdir. Buna əsasən cisimlərə təsir edən əvəzləyici qüvvələrin modulları nisbəti. Deməli, burada bu mexaniki işə aid bir sualdır. Belə ki, əvəzləyici qüvvənin gördüyü iş kinetik enerjinin dəyişməsidir. O zaman birinci halda deməli görülən iş F1 vurulsun 2s'dir. Məsafəsi 2s'dir. Kinetik enerji y'dən 5y'yə qədər artıb. Yəni kinetik enerji 4y dəyişib. Deməli buradan F1'i alsaq bu olur 4y bölünsün 2s'ə. Buradan da y bölü s f deyək. Deməli buradakı qüvvə olacaq 2f qədər. İkinci aralıqda qüvvə 2f'dir və bu cisim 3s qədər yer dəyişmə edib. Kinetik enerjisi isə y'dən 3y'yə qədər artıb. Yəni kinetik enerji 2y dəyişib. Buradan onda f2'ni alsaq bu olacaq 2y bölünsün 3s'ə. Yine y bölü s f desək buradakı qüvvə olur 3'də 2f. Sonda bizə deyir ki f1'in f2'yə nisbətini tapın. f1 oldu 2f, f2 oldu 3'də 2f. F'lər və 2'lər gedər, nisbət 3'ə bərabər olur. Cavablar E var. ...29 nömrəli sual. Qutunun içərisindəki müstəvi güzgünün üzərinə düşən işıq şüası şəkildəki trayektoriya üzrə yayılır. Buna əsasən işıq şüasının müstəvi güzgü üzərinə düşmə bucağını təyin edir. Deməli baxın 140 dərəcə ilə bu şəkildə gəlir, bu qutunun səthi ilə və perpendikular olaraq çıxır. Bunu deməli baxın kənarda bir göstərək bunu. Baxın bu şəkildə çəkirəm. Deməli bu işıq şüasının bu səthə gəlmə bucağı 140 dərəcədir. Deməli baxın bu şəkildə buradakı bucaq verilib ki 140 dərəcədir. Qayıtma bucağı isə bax bu şəkildə gedir və bura 90 dərəcə verilir. İndi burada bizə deyir ki düşmə bucağını tap. Düşmə bucağını biz belə taparıq ki düşən şüa ilə qayıdan şüa arasındakı bucağı tapsaq düşmə bucağını oradan tapa bilirik. Çünki düşmə bucağı ilə qayıtma bucağı bir-birinə bərabər. İndi biz deməli, baxın, bu ikisinin arasındakı bu bucağı tapmalıyıq. Bu bucağı necə taparıq? Bura 360 dərəcə olmalıdır. Bura 140, bura 90'dır. Deməli, buradakı bucağı alsaq, yəni alfa plus 140 plus 90 bizə 360'ı verməlidir. Buradan o zaman alfanı alsaq, bu olur 360 dərəcə çıxılsın 230 dərəcə. Deməli, alırıq ki, düşən və qayıdan şüalar arasındakı bucaq 130 dərəcədir. Düşən və qayıdan şüalar arasındakı bucaq 130 isə bax, yenidən bir də çəkin. Burada bir müstəvi güzgü var. Bu düşmə bucağı, bu da qayıtma bucağı. Deməli, düşənlə qayıdan arasındakı bucaq 130 dərəcədir. Düşmə bucağı qayıtma bucağına bərabər olacağı üçün, deməli, bu səthdən perpendikular qaldırsaq, bunun 65 dərəcəsi düşmə bucağı, 65 dərəcəsi də qayıtma bucağı olacaq. Çünki düşən qaydana bərabərdir. Bizdən düşmə bucağını istəyirdi. O olur 65 dərəcə. Doğru ifadələr müəyyən edin. Bir cisim maqnit sahəsində dövr edən protonun sürətini 2 dəfə azaltdıqda. Deməli, dövr etmə periodu sürətdən asılı deyil. Dövr etmə periodunun düsturu T bərabər 2 pm bölü QB idi. Sürətdən asılı olmadığından dövr etmə periodu dəyişməz. Lorentz qüvvəsinə gələndə isə Lorentz qüvvəsi QVB-dir. Baxın, biricin sahə deyir, B sabit, proton deyir, yükü sabit. Deməli, Lorentz qüvvəsi ilə sürət düz asılıdır. Sürət 2 dəfə azalıbsa, o zaman təsir edən Lorentz qüvvəsi də 2 dəfə azalar. Doğru cavab 3-5 olar, yəni B olur. Növbəti sual. Eyni müqavimətli lampalar və mənbə ilə qurulan dövrə şəkildəki kimidir. KLM açarlarını ayrı-ayrı bağladıqda közənən lampa sayları necə olar? Deməli, ilk öncə K lampasını bağlayır. K-nı bağladığımız zaman burada cəryanın hardan keçəcəyinə baxsaq, cəryan müsbətdən çıxır, gəldi bura. Bura gələn cəryan, deməli, baxın, buradan keçir. Yəni, burada bu hissə yoxdur. Bu hissə yoxdur. Bu hissə də yoxdur. Olan hissə, baxın, bu şəkildədir. Burada gələn cəryan bir buradan keçir, bir qalxıb buradan
keçəcək. Bu şəkildə hərəkətinə davam edər. Yəni burada 4 lampanın 4'ü də yanmış olur. Burada 4 lampa yanır. Sonra deyir ki, indi el açarını bağlasaq. İndi el açarını bağladığımız zaman deməli bu hissə yoxdur, bu hissə yoxdur. Yenə aşağıda baxın bu hissədə olmayacaq. İndi burada o zaman cəryan müsbətdən çıxıb mənfiyə doğru getdiyi zaman baxın gəlir bura, buradan yuxarı qalxmaz. Düz bir tel var. Bu şəkildə keçib getmiş olacaq. Yəni siz bura hərf yazsanız, məsələn bura nə hərf yazsanız, burada onu yazarsınız. Deməli bu yuxarıdakı lampalar yanmayacaq artıq. Burada yanan lampa sadəcə bir lampa. El açarını bağladıqda sadəcə bir lampa yanır. İndi sonda keçdik M lampasına. Deməli M lampasını qapadığımız zaman, yəni artıq dövrədə bu hissə yoxdur, dövrədə burada yoxdur. Deməli onda cəryan müsbətdən çıxdı, bir aşağıdan keçib gəlir. Bu aşağıdakı lampa yanır. Bir də yuxarıdan keçər, bu şəkildə fırlanıb gəlmiş olar. Yəni sadəcə bu lampa yanmaz, amma digərləri yanır. Yəni 4 lampa da yanır. Deməli K'da 4, L'də 1, M'də 4'dür. Yəni D doğru cavab. Növbəti sual. Şəkildəki elektrik dövrəsində kail teli üzərində 2.5 amper cəryan ox istiqamətində axır. X mənbəyinin elektrik hərəkət qüvvəsi 6 volt olduğuna görə Y mənbəyinin elektrik hərəkət qüvvəsini tapın. Deməli, burada 6 voltun bir ucu burada, bir ucu buradadır. Yəni buradakı 3 voltun, bu 3 volt deyil, bura səhv gedir, bura 3 ohmdur, bu da 4 ohmdur, burada volt gedir, bunlar müqavimətdir. Bu 3 ohmun üzərində 6 volt gərginlik var. Deməli, 3 ohmun üzərində 6 volt gərginlik varsa, üzərində o zaman müsbətdən mənfiyə doğru, baxın bu qütub müsbətdir, bu qütub mənfidir. Müsbətdən mənfiyə doğru 6/3'dən 2 amper cəryan alır. Buradan aşağı 2.5 amper cəryan gelirsə, 2 amper soldan gəlirsə, 0.5 amper o zaman sağdan gəlmiş olur. Buradan gələn cəryan 0.5 amper. Buradan 0.5 amper gəlirsə, buradakı gərginlik U bərabər I-dən 0.5 volt 4'dən burada 2 volt gərginlik var. Bu 2 volt gərginlik paralel olaraq baxın bu Y mənbəyindəki gərginlik deyilər. Yəni baxın bura müsbət qütub, bura mənfi qütbudur. Eyni gərginlik Y-də də var. Deməli Y-in elektrik hərəkət qüvvəsi ilə 2 voltu vermiş olacaq. 33 nömrəli sual. Yer səthindəki K nöqtəsindən 50 metr bölü saniyə başlayan sürətlə üfüqi istiqamətdə atılan cisim A nöqtəsinə T müddətə gəlir. Buna əsasən cisim A nöqtəsindən B nöqtəsinə nə qədər müddətə gəlir? Deməli, cismin bizə burada uçuş məsafələri verilir. Uçuş məsafəsi dediyimiz L uçuş bərabərdir. Sürətin üfüqi toplananı vur uçuş müddəti ilə tapılır. İndi burada bu cisim üfüqə bucaq altında atılıb, bunun üfüqi toplananı burada da sabitdir. Cisim bu nöqtəyə gələndə də bunun üfüqi toplananı burada da sabitdir. Deməli, üfüqi toplanan sabit olduğu üçün o zaman uçuş məsafəsi uçuş müddəti ilə düz mütənasibətdir. Deməli, bu cisim K'dan A'ya T müddətə gələndə L qədər uçuş məsafəsi edib. İndi burada A'dan B'yə 2 L uçuş məsafəsi edəcək. T müddətə L qədər gedirsə, 2 L'i o zaman 2T müddətə getməlidir. Çünki uçuş məsafəsi ilə müddət düz asıdır. Deməli, A'dan B'yə bu cisim bu yolu 2T müddətinə getmiş olacaq. Cavab olar B variantı. (34 nömrəli sual. Porşenin altındakı su buxarının izotermik genişlənməsinin PV qrafiki verilmişdir. Bir halında buxarın sıxlığı rho olarsa, 2 və 3 halında buxarın sıxlığı nəyə bərabər olar? Deməli, bir halında buxarın sıxlığı rhodur. Baxın, burada görürük ki, su buxarının izotermik genişlənməsinə baxın, 1-dən 2-yə təzyiq sabitdir. Proses izotermik olduğundan, deməli, doymuş buxarın sıxlığı, konsentrasiyası, təzyiqi izotermikdə də sabit qalırdı. Yəni, buradan 1-dən 2-yə doymuş hal olduğu üçün, doymuş halda 1-dən 2-yə qədər buxarın sıxlığı da sabit qalır. Yəni, 2 halında da buxarın sıxlığı rhodur.
2'den 3'e doğru gedəndə isə bu doymamış buxar halıdır. Burada artıq biz bunu rho bərabərdir, m bölü v ilə baxarıq. Bu 2'den 3'e doğru qabın içərisində, yəni porşenin altında tamamilə doymamış buxar olduğu üçün, yəni kütlə burada sabit qalacaq. Kütlədə dəyişmə olmaz, çünki qabın içərisi tamamilə su buxarıdır. Kütlədə dəyişmə olmayacaq. O zaman sıxlıqla həcmin tərs mütənasibliyinə baxa bilərik. Belə ki, burada görürük ki, həcm 2'den 3'e gedəndə 2v0'dan 6v0'a gedib, yəni həcmi 3 dəfə artıb, o zaman sıxlığı 3 dəfə azalmalıdır. 2 alımda rho idursa, 3 alımda o zaman sıxlığı 3 dəfə azalıb, rho bölünsün 3'ü vermiş olacaq. Demək ki, 2 alımda rho, 3 alımda rho bölünsün 3'dür. Baxırıq 35 nömrəli suala. Tutumları verilən kondensatorlardan şəkildəki dövrə yığılır. Buna əsasən kondensatorlardakı yüklər QX, QY, QZ arasındakı münasibəti təyin edir. Deməli, burada paralel birləşmələrdə yük tutumla mütənasib olaraq paylanır. İndi baxın, burada 2S ilə 2S tutumlu kondensatorlar ardıcıl birləşir. Deməli, yuxarının tutumu S'dir. Aşağı isə 2S. O zaman mən desəm ki, buradan yuxarıya Q qədər yük gəlsin. Deməli, aşağı o zaman 2Q qədər yük gələcək. Deməli, gələn onda 3Q olmalıdır. Deməli, X-in yükü 3Q oldu. Y-ə Q qədər yük getdi. Z-in yükü isə 2Q oldu. Deməli, onda X-in yükü böyükdür Z-dən, Z də böyükdür Y-dən. X, Z, Y. Doğru cavab olar E variantı. Baxırıq 36 nömrəli suala. Bir cins elektrik sahəsində hansı zərrəcik intensivliyin əksi istiqamətində hərəkət etdikdə kinetik enerjisi artar? Deməli, burada bir cins elektrik sahəmiz olsun. Deməli, bir cins elektrik sahəsində müsbət yükę təsir edən qüvvə intensivlik xətləri istiqamətində, mənfiyə təsir edən qüvvə isə intensivlik xətlərin əksinə olur. Kinetik enerjinin artması üçün cisim müsbət iş görməlidir. Yəni, qüvvə ilə hərəkət istiqaməti eyni olmalı. Deməli, onda müsbət yüklər əgər qüvvə istiqamətində gedirsə, gördükləri iş müsbət olur, yəni kinetikləri artır. Mənfi yüklər isə intensivlik xətlərin əksinə gedərsə, qüvvə ilə sürət eyni olar, müsbət iş görürlər, kinetiki artar. Deməli, burada bizə deyir ki, hansı zərrəcik intensivlik xətlərinin əksi istiqamətində hərəkət etsə, kinetiki artar. İntensivlik xətlərinin əksinə hərəkət edən mənfi yüklər olmalıdır. Deməli, biz mənfini axtarırıq. Proton müsbət deyil, neytron yüksüz deyil, elektron mənfi, doğru, müsbət iyon deyil, pozitron elektronun antizərrəciyidir, müsbət yüklü olur. Burada doğru cavab yalnız 3, D variantı olacaq. S1 və S2 koherent mənbələrindən gələn monoxromatik şüaların dalğa uzunluqları 20 sm-dır. Buna əsasən K nöqtəsində müşahidə edilən interferensiya mənzərəsini müəyyən edin. Deməli, K nöqtəsinə qədər birinci şüanın yolu 5 sm-dir. Həmin nöqtəyə qədər ikinci şüanın yolu isə olur 15 sm. Deməli, biz buradan yollar fərqini tapsaq, yollar fərqi olur 15 minus 5'dən yollar fərqi 10 cm-dir. İndi baxaq görək, yollar fərqi yarımdalğa uzunluğu neçə mislidir? Deməli, yollar fərqi yarımdalğa uzunluğunun neçə mislidir ona baxsaq, yollar fərqi 10 cm, dalğa uzunluğu 20. 20-ni 2-yə böləndə 10 eləyir, bunu 1-ə vurduğumuz zaman ödənilir. 1 nədir? Tək. Demək ki, burada ödəniləcək minimumlar şərti. Əgər yollar fərqi yarımdalğa uzunluğu cüt mislidirsə maksimumdur, tək mislidirsə minimum. Burada tək oldu, deməli burada ödənilən minimumlar şərtidir. İndi minimumlar şərtinə əsasən neçənci tərtib olduğunu belə taparıq. Delta D bərabərdir. K lambdadan baxsaq 10 bərabər K vurulsun 20'dir. Deməli buradan alırıq ki, K 0,5'dir. Minimumda ne deyirdik? Tam hissənin üzərinə 1 gəldik. Bunun tam hissəsi 0'dadır. Deməli, bu olur 0 plus 1 olur. Birinci tərtib minimum nöqtə.
Doğru cevap olur A variantı. (38 nömrəli sual. Fotoeffekt hadisəsi zamanı verilmiş metal 5 elektrovolt və 9 elektrovolt enerjili müxtəlif fotonlar şüalandırır və alınan nəticələr cədvəldə qeyd edilir. Buna əsasən cədvəldəki X, Y, Z xanalarına uyğun qiymətləri təyin edin. Deməli, ikinci halda baxırıq ki, düşən foton enerjisi 9 elektrovoltdur, kinetik 7 elektrovolt. Fotoeffekt üçün Einstein təlindən foton enerjisi Y kinetik plus A çıxışdır. Deməli, ikinci halda foton enerjisi 9, kinetik 7 plus A çıxışdır. Buradan alırıq ki, çıxışı o zaman 2 elektrovolta bərabər. Yəni, Z-i aldıq ki, 2 elektrovolt. Çıxış işi düşən foton enerjisindən asılı deyil. Qırmızı sərhəd tezliyi və verilmiş metalın növündən asılıdır. Burada verilmiş metal dediyi üçün çıxışı dəyişməz. Deməli, X halında da çıxışı 2 elektrovoltdur. Bəs yaxşı, burada indi kinetik nə olur? Yenə fotoeffekt üçün Einstein təlindən həmin anda düşən foton enerjisi 5 elektrovolt, kinetiki bilmirik, çıxışı 2 elektrovolt. Deməli, buradan alınır ki, kinetik o zaman 3 elektrovolta bərabər. Deməli, burada 3 elektrovolt olur. Deməli, X 2, Z, Y 3, Z 2'dir. 2, 3, 2 doğru cevap olur. D variantı. Uyğunluğu müəyyən edin. Toplayıcı linzada cisimlə onun həqiqi xəyalı arasındakı məsafə 90 cm-dir. Deməli, cisimlə həqiqi xəyalı arasındakı məsafə, yəni cisim məsafəsi, xəyal məsafəsinin cəmi 90 cm-dir. Cismin linzada 2 dəfə böyüdülmüş xəyal alınır. 2 dəfə böyüdülmüş xəyalın alınması üçün, yəni həqiqi 2 dəfə böyüdülmüş xəyalın alınması üçün cisim 1/5 F-də olmalı. Bu zaman xəyal 3 F-də alınır və bu 2 dəfə böyüdülmüş xəyalı vermiş olur. İndi onda bunları yerinə yazıb Fox'u taparım. Baxın, cisim məsafəsi 1/5 F. Üzərinə gəl xəyal məsafəsi 3 F bərabər 90. Buradan 4/5 F bərabər 90'dır. Deməli, Fox məsafəsini buradan alırıq ki, 20 cm-dir. Deməli, Fox məsafəsi 20 cm-dır. Linzadan cismə qədər olan məsafə 1/5 F-dir. O olur 1/5 vur 20'dən, bu olur 30 cm. Deməli, linzadan cismə qədər olan məsafə 30. Linzadan xəyala qədər olan məsafə 3 F idi. O da 3 vur 20'dən edir 60 cm. Bu da D-ni vermiş olur. B, D, A. Doğru cavab olar A variantı. Növbəti sual. Doğru ifadələri müəyyən edin. Müqavimətləri verilən lampalar və diodlarla qurulan dövrədə mənbənin qütblərinin yeri dəyişdirilərsə. Deməli, parlaqlıq və ampermetrin göstərişi necə dəyişər, bunu tapmalıyıq. Yəni, qısaca dövrədə cəryanə baxmalıyıq. O zaman hal-hazırda baxsaq, baxın, bura müsbət, bura mənfidir. Cəryan müsbətdən çıxır. Bax, müsbətdən çıxdı. Gəldik, baxın, bura gələndə buradakı diod dövrəyə tərs qoşulur. Yəni, buradan artıq cəryan keçməyəcək. Cəryan sadəcə yuxarıdan keçir və aşağıya gəlir. Yəni, birinci halda dövrənin ümumi müqaviməti 2 R-ə bərabərdir. Hal-hazırda dövrənin müqaviməti 2 R-dir. İndi deyir ki, mənbənin qütblərinin yerini dəyişsin. Yəni, artıq bura müsbət, bura mənfi olsun. Cəryan artıq müsbətdən mənfiyə doğru gedəcəyi üçün buradan keçəcək. Çünki diod düz qoşulub. Amma yuxarı gələndə artıq diod burada tərs qoşulmuş olacaq. Yəni, burada artıq L1 lampası bu sönər. Çünki artıq üzərindən cəryan keçir. Dövrə qapanır. Və dövrənin ümumi müqaviməti sadəcə L2 lampası qalır. Yəni, ikinci halda dövrənin müqaviməti olur R. Nə oldu? Müqavimət azaldı. 2 R idi, R-ə düşdü. Müqavimət azaldısa, deməli, dövrədəki cəryan artacaq. Yəni, ampermetrin göstərişi artar. Birinci lampa sönər. İkinci lampada isə əvvəl ikinci lampanın üzərindən cəryan keçmirdi. İkinci lampa yanmırdı, sönmüşdü. İndi isə yanır. Yəni, ikinci lampanın parlaqlığı isə artmış olur artıq. 2, 5, 6 doğrudur. Yəni, B variantı doğru cavab olacaq.